Mənzillərin satışı barədə elan, satışın başlanması tarixinə ən azı 30 gün qalmış verilir və istifadəçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılır. Mənzillərin satışı barədə elan verildikdən sonra istifadəçinin elektron kabinetində satış tarixi bölməsində satışın başlanma tarixi və müddəti barədə məlumatlar əks olunur. İstifadəçi bu bölməyə daxil olduqda satış barədə elanla tanış ola bilər. Mənzillərin satışının başlanmasına 24 saat qalmış, satış tarixi bölməsində məlumat xarakterli geri sayım göstərilir. Geri sayım başa çatdıqda həmin bölmədə satış başlayıb düyməsi avtomatik aktivləşir. Mənzillərin satışının başlanması zamanı istifadəçinin elektron kabinetində satış başlayıb bölməsində satışın başlanmasına dair xəbərdarlıq əks olunduqdan sonra istifadəçi bu bölməyə daxil olaraq seçimlər mərhələsinə yönəlir. Seçimlər mərhələsində istifadəçi verilən elana uyğun olaraq layihəni, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulunu və mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Xəritə üzərində mənzil seçimi üsulunu seçdikdən sonra istifadəçi layihə mərhələsinə keçid edir. Layihə mərhələsində istifadəçi seçdiyi layihənin xəritə üzərində ümumi görünüşünü və satışda olan mənzillərin hansı binalarda yerləşdiyini görür. Binaların üzərində sarı rənglə işarələnmiş bina nömrələri qeyd olunur. Bu hissədə istifadəçi xəritə üzərində binanı seçmək üçün həmin binanın üzərinə sıxmalıdır. İstifadəçi xəritə üzərində binanı seçdikdə səhifənin sağ hissəsində həmin binanın və girişinin nömrəsini, binanın mərtəbə sayı barədə məlumatı və həmin zaman üzrə seçilmiş binaya uyğun olaraq satışda olan mənzillərin sayını görəcək. Qeyd olunan məlumatlarla tanış olduqdan sonra istifadəçi növbəti düyməsini sıxmalıdır. Bina mərhələsində istifadəçi mərtəbəni seçir və bu mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin sayı barədə məlumatlar əks olunur. Burada istifadəçi mərtəbəni seçib növbəti düyməsini sıxmalıdır. Mərtəbə mərhələsində istifadəçinin seçdiyi mərtəbənin planı əks olunur. Səhifənin sağ hissəsində digər mərtəbələrin planlarına baxmaq üçün müvafiq düymələrə sıxmaq imkanı mövcuddur. Həmin düymələr sıxıldıqda müvafiq mərtəbəyə keçid baş verərək həmin mərtəbənin planı ekranda əks olunacaq. Mərtəbə planı üzərində mənzilin statusundan asılı olaraq narıncı və ya boz rənglə işarələnmiş mənzillər əks oluna bilər. Bu mənzillərə baxış keçirmə imkanı həmin zaman üzrə məhdudlaşdırılır. İstifadəçi mənzillərin statusları barədə məlumatları real vaxt rejimində yeniləyə bilər. Bunun üçün səhifənin yuxarı hissəsində yenilə düyməsi sıxılmalıdır. İstifadəçi mərtəbə planında məhdudiyyət olmayan mənzilin üzərinə sıxdıqda həmin mənzilə baxış keçirə bilər. Bundan əlavə, səhifənin sağ hissəsində qeyd olunan cədvəldən üzərində məhdudiyyət olmayan mənzili seçmək imkanı mövcuddur. İstifadəçi mənzilə baxış keçirdiyi müddət ərzində digər istifadəçilərin həmin mənzilə baxış keçirmək imkanı məhdudlaşdırılacaq. Xəritə üzərində mənzil seçimi üsulundan istifadə zamanı satışda mənzil olmadıqda axtarışın ilkin mərhələsində müvafiq xəbərdarlıq əks olunur. Parametrlər üzrə seçim etmək üçün istifadəçi səhifə üzərində layihəni, ödəniş üsulunu və parametrlər üzrə mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Axtarış mərhələsində istifadəçi mənzilin yerləşdiyi binanın tipi, mərtəbə aralığı və otaq sayı üzrə axtarış edir. Mənzilin parametrləri seçildikdən və axtar düyməsi sıxıldıqdan sonra axtarışın nəticəsində satışda olan mənzillərin siyahısı əks olunur. İstifadəçi siyahıda qeyd olunan mənzillərin birini seçib həmin mənzilə baxış keçirə bilər. Parametrlər üzrə mənzil seçimi üsulundan istifadə zamanı qeyd edilmiş parametrlərə cavab verən mənzil olmadıqda müvafiq xəbərdarlıq əks olunur. Ünvan üzrə mənzil seçimi etmək üçün istifadəçi səhifə üzərində layihəni, ödəniş üsulunu və ünvan üzrə mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Axtarış mərhələsində istifadəçi mənzilin dəqiq ünvanını qeyd etməklə həmin mənzil üzrə axtarış edə bilər. Bunun üçün bina, giriş, mərtəbə və mənzil nömrələri müvafiq xanalarda seçildikdən sonra axtar düyməsi sıxılmalıdır. İstifadəçi tərəfindən axtarılan mənzil satışda olduğu halda istifadəçi siyahıda əks olunan mənzilin üzərinə və ya növbəti düyməsini sıxaraq həmin mənzilə baxış keçirə bilər. Mənzilə baxış keçirmək üçün ayrılan müddət ərzində istifadəçi açılan səhifədə qeyd olunan mənzilin planı ilə tanış ola bilər. Bundan əlavə, istifadəçi mənzil barədə daha təfərrüatlı məlumatları əldə etmək üçün mənzilin planı düyməsini, mənzil seçimini təsdiq etmək üçün isə səhifənin aşağı hissəsindəki təsdiq et düyməsini sıxmalıdır. İstifadəçi müəyyən edilən
edilən vaxt ərzində mənzil seçimini təsdiq etməlidir. Mənzil seçimi təsdiq edildikdə istifadəçi ərizə mərhələsinə yönəldilir. İstifadəçi müəyyən edilən vaxt ərzində mənzil seçimini təsdiq etməsə, əvvəlki səhifəyə yönəldiləcək və həmin mənzil digər istifadəçilər tərəfindən seçilə biləcək. Geri düyməsi sıxıldıqda ekranda geri qayıtmanın təsdiq edilməsi ilə bağlı xəbərdarlıq əks olunacaq. İstifadəçi əvvəlki mərhələyə qayıtmaq üçün bəli düyməsini sıxmalıdır. Bəli düyməsi sıxıldıqda istifadəçi əvvəlki səhifəyə yönəldiləcək və mənzil digər istifadəçilər tərəfindən seçilə biləcək. Əgər istifadəçi mənzilə baxış keçirmək üçün ayrılan müddət ərzində mənzil seçimini təsdiq etmədən brauzerdən tamamilə çıxış etdikdən və ya brauzerdə güzəştli mənzil sistemi pəncərəsini bağladıqdan sonra yenidən güzəştli mənzil sisteminə daxil olduqda, həmçinin mənzil mərhələsində səhifənin yuxarı sol hissəsində əks olunan Mida loqosuna sıxdıqda elektron kabinetin əsas səhifəsinə yönəldiləcək və mənzilə baxış keçirmək üçün vaxt bitməyibsə, satış mənzillər bölməsində qalan müddət əks olunacaq. İstifadəçi müəyyən edilən vaxt ərzində mənzil seçimini təsdiq etmək üçün satış mənzillər bölməsinin üzərindəki təsdiq et düyməsinə sıxmalıdır. Daha sonra istifadəçi yenidən mənzil mərhələsinə yönəldiləcək. İstifadəçi mənzil seçimini təsdiq etmək üçün isə səhifənin aşağı hissəsindəki təsdiq et düyməsini sıxmalıdır. Mənzil seçimi təsdiq edildikdə istifadəçi ərizə mərhələsinə yönəldilir. İstifadəçi səhifənin yuxarı hissəsində məlumat verici mətndə qeyd olunan tarixədək səhifənin yuxarı və ya aşağı hissəsində əks olunan imzala və təqdim et düymələrindən birini sıxaraq ərizəsini imzalayıb təqdim etməlidir. Əks halda mənzil sifarişi üçün ərizə qəbul edilməyəcək və seçilmiş mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürülərək digər istifadəçilərə bu mənzili seçmək imkanı yaradılacaq. İstifadəçi göstərilən ərizədə mənzil planını, dövlət qeydiyyat sənədini və agent banklara dair məlumatları PDF formatında yükləmək imkanına malikdir. Əgər istifadəçi ərizə mərhələsində mənzil sifarişi ərizəsini imzalamadan brauzerdən tamamilə çıxış etdikdən və ya brauzerdə güzəştli mənzil sistemi pəncərəsini bağladıqdan sonra yenidən güzəştli mənzil sisteminə daxil olduqda, həmçinin ərizə mərhələsində səhifənin yuxarı sol hissəsində əks olunan Mida loqosuna və ya səhifənin aşağı hissəsində əks olunan geri düyməsinə sıxdıqda elektron kabinetin əsas səhifəsinə yönəldiləcək və mənzil sifarişi ərizəsini imzalayaraq təqdim etmək üçün ayrılan vaxt bitməyibsə, satış mənzillər bölməsində qeyd edilən tarixədək mənzil sifarişi ərizəsinin imzalanaraq təqdim edilməsi ilə bağlı məlumat əks olunacaq. İstifadəçi satış mənzillər bölməsində qeyd edilən tarixədək mənzil sifarişi ərizəsini imzalayaraq təqdim etmək üçün həmin bölmənin üzərindəki təqdim et düyməsinə sıxmalıdır. Daha sonra istifadəçi yenidən ərizə mərhələsinə yönəldiləcək. İstifadəçi açılan səhifənin yuxarı və ya aşağı hissəsində əks olunan imzala və təqdim et düymələrindən birini sıxaraq ərizəsini imzalayıb təqdim etməlidir. İstifadəçi imzala və təqdim et düyməsini sıxdıqdan sonra ərizənin uğurla təqdim edilməsi barədə bildiriş ekranda əks olunur. Həmin ərizəyə baxılmanın nəticəsinə dair 5 iş günü ərzində istifadəçiyə məlumat veriləcək. İstifadəçi ərizəni təqdim etdikdən sonra elektron kabinetə qayıt düyməsini sıxaraq öz elektron kabinetinə qayıda bilər. Sifariş ərizəsi təqdim olunduqdan sonra istifadəçi satış mənzillər bölməsinin üzərində seçdiyiniz mənzil yazısını və bu bölməyə daxil olarkən təqdim etdiyi ərizəni görəcək. İstifadəçi seçimlər mərhələsində öz vəsaiti hesabına ödəniş üsulunu seçdiyi təqdirdə ərizəni təqdim etdikdən sonra onun elektron kabinetinə və elektron poçt ünvanına mənzil alqı-satqısının rəsmiləşdirmə tarixi və təyin olunmuş notariat kontoru ilə bağlı bildiriş yerləşdirilir, həmçinin SMS vasitəsilə məlumat göndərilir. İstifadəçi müvafiq müqavilənin rəsmiləşdirilməsi üçün həmin bildirişdə qeyd olunan tarixdə göstərilən notariusa müraciət etməlidir. Bunun üçün qəbul et düyməsini sıxmalıdır. Həmin tarixdə müraciət edə bilmədikdə, istifadəçi elektron sistem vasitəsilə satış təmsilçisinə məlumat verməlidir. Bunun üçün imtina et düyməsini sıxmalıdır. Bu halda digər rəsmiləşdirmə tarixi müəyyən olunaraq istifadəçiyə sistem vasitəsilə müvafiq bildiriş göndəriləcək. İstifadəçi rəsmiləşdirmə tarixini dəyişdirmək üçün satış təmsilçisi ilə telefon vasitəsilə əlaqə saxlaya bilər. İstifadəçi seçimlər mərhələsində ipoteka krediti hesabına ödəniş
ödəniş üsulunu seçdiyi təqdirdə ərizəni təqdim edib müvafiq bildirişi əldə etdikdən sonra növbəti 10 iş günü ərzində agent bankların birinə müraciət edərək kreditin verilməsinə dair razılığı almalıdır. Bank tərəfindən kreditin verilməsinə dair müsbət qərar qəbul edildikdə istifadəçi elektron poçt, SMS və elektron kabinetinə göndərilən bildiriş vasitəsilə məlumatlandırılır. Sonra isə mənzil sifarişi ərizəsində kreditin verilməsi barədə müsbət qərar, mənzil alqı-satqısının rəsmiləşdirmə tarixi, satış təmsilçisi və təyin olunmuş notariat kontoruna dair məlumatlarla tanış ola bilər. İstifadəçi müvafiq müqavilənin rəsmiləşdirilməsi üçün qeyd olunan tarixdə göstərilən notariusa müraciət etməlidir. Bunun üçün qəbul et düyməsini sıxmalıdır. Rəsmiləşdirmə tarixini dəyişdirmək üçün istifadəçi satış təmsilçisi ilə telefon vasitəsilə əlaqə saxlaya bilər. Bank tərəfindən kreditin verilməsinə dair imtina qərarı qəbul edildikdə istifadəçi elektron poçt, SMS və elektron kabinetinə göndərilən bildiriş vasitəsilə məlumatlandırılır və seçdiyi mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini sistem vasitəsilə 3 iş gün ərzində təsdiqləmək hüququna malikdir. Bunun üçün təsdiqlə düyməsi sıxılmalıdır. İstifadəçi mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini 3 iş gün ərzində təsdiq etmədikdə, onun ərizəsinin təmin edilməsi barədə qərar ləğv olunaraq, seçdiyi mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürüləcək və digər istifadəçilərə bu mənzili seçmək imkanı yaradılacaq. Öz vəsaiti hesabına əldə etmək niyyəti təsdiqləndikdən sonra, mənzil alqı-satqısının rəsmiləşdirmə tarixi, satış təmsilçisi və notariat kontoru təyin olunduqda istifadəçinin elektron kabinetinə və elektron poçt ünvanına bildiriş yerləşdirilir, həmçinin SMS vasitəsilə məlumat göndərilir. İstifadəçi alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün həmin bildirişdə qeyd olunan tarixdə göstərilən notariusa müraciət etməlidir. Bunun üçün qəbul et düyməsi sıxılmalıdır. Yekunda istifadəçi alqı-satqı müqaviləsini bağlayaraq mənzili rəsmiləşdirdikdən sonra güzəştli mənzil sistemində elektron kabinetinə daxil olduqda satış mənzillər bölməsinin üzərində rəsmiləşdirilmiş mənzil yazısını və bu bölməyə daxil olarkən rəsmiləşdirdiyi mənzilə dair məlumatları görəcək. Bu təlimatda qeyd olunan istifadəçinin adı, ünvanı, əlaqə vasitələri, şəxsiyyət vəsiqəsi və digər məlumatlar şərtidir.